Şəmkir rayon Şiştəpə kəndində müasir tələblərə cavab verən Ayxan Kickboxing idman klubunun şəhid Qalib Allahverdiyev adına idman zalı istifadəyə verilib. Tədbirdən öncə vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət himnimiz səsləndirilib. Açılış mərasimində Qazax Tovuz Gənclər və İdman İdarəsinin Şəmkir sektorunun müdiri Pərvin Gözəlov, Azərbaycan Kickboxing Federasiyasının Qərb regional nümayəndəsi Anar Məmmədov, Samok Kickboxing klubunun direktoru Elnur Salamov, kənd icra nümayəndəsi və bələdiyyə sədri, həmçinin idman zalının istifadəyə verilməsində xüsusi əməyi olan şəhid Qalib Allahverdiyevin qardaşı oğlu Eliyar Allahverdiyev, Vətən müharibəsi qaziləri və bir sıra rəsmilər iştirak edib. Bildirilib ki, ölkəmizdə bu idman növünə göstərilən diqqət və qayğı hər keçən gün artmaqdadır. Bunun nəticəsidir ki, nəinki paytaxtda, hətta bölgələrdə, kəndlərdə belə kickboxing idman növünə uşaq, yeniyetmə və gənclərin marağı artmaqdadır. Beləcə, müxtəlif yerli və beynəlxalq turnirlərdə mükafatçıların sayı durmadan artır. Elə Şəmkirdə də kickboxing idman növündə bir çox yarışlara qatılan idmançılar mükafata layiq yerlərə sahib olur, beynəlxalq yarışlarda uğurla iştirak edirlər. Ümumiyyətlə, son illərdə kickboxing idman növü ilə məşğul olan idmançılarımızdan daha artıq nəticələr gözlənilir. Açılış mərasiminə qatılan şəxslər fikirlərini bizimlə bölüşüblər. Deməli, kickboxing idman növü tək böyük şəhərlərdə, paytaxtda yox, eyni zamanda regionda da çox yüksək inkişaf eləyib. Buna sübut olaraq son zamanlar Şəmkir rayonunda yüksək nailiyyət vermiş idmançılar və sonuncu 29-cu Azərbaycan çempionatı və birinciliyində ən yaxşı hakim Rəşad Rüstəmov seçilmişdir. Bu onun əməlidir ki, kickboxing idman növü günün-gündən inkişaf eləyir və bundan da artıq inkişaf eləyəcək və yeni zalda arzu edirəm ki, gələcəkdə dünya və Avropa çempionu yetişsin. Şəmkir rayon Şiştəpə kəndində şəhid Qalib Allahverdiyev adına açılan yeni zalda zalın açılışında iştirak etdik və bu günlərim həqiqətən belə bir zalların açılmağa bizim bir məşqçi kimi fəxrdir ki, belə bir zallardan idmançılarımız yetişsin. Biz əsas məqsədimiz odur ki, bildiğiniz gibi kickbox idman növü, kickbox və narkomaniya qarşıdır. Bu günlərim istəyərik ki, yəni yeniyetmə gənclərimiz psixolojisindən uzaq olsunlar, zallara cəlb olsunlar və bu günlərim bu zalda yəni inanırıq ki, neçə idmançılarımız iştirak edəcək, çalışacaq, məşğul olacaqdır və buna əziyyəti olan Rəşad müəllimə və bu təşkil edən rəhbərlərə özlərini təşəkkürümüzü bildirir ki, belə zalların açılmağı hər bir məşqçi üçün xoşdur. Qısa arayış verək ki, klubun rəhbəri və məşqçisi, ilin ən yaxşı tatam hakimi seçilən Rəşad Rüstəmovdur. O, bir çox turnirlərə qatılıb, ona yaxın Respublika çempionu titulunu qazanıb. Rəşad Rüstəmovun sözlərinə görə yeni idman zalı bir daha perspektivli idmançıların üzə çıxmasında mühüm rol oynayacaq. Bu zalımız Şiştəpə kəndindədir, Şəmkir rayon Şiştəpə kəndi. İnşallah bundan da ayrı zallar da yeni açaq. Çox yerdə keçmişik. Bu zalımız da inşallah yəni düşərli olsun, uğurlu olsun. İnşallah gələcəkdə yenə də deyirəm, Azərbaycan çempionları, dünya çempionları, Avropa çempionları yəqin ki, inşallah çıxar. Əziyyətimiz yerdə qalmaz. Rəsmi hissədən sonra idman zalının açılışı olub, rəmzi qırmızı lent kəsilib. Zalda yaradılan imkanlara baxış keçirilib, həmçinin idmançıların nümunəvi çıxışlarına baxılıb. Yeni idman zalının çox geniş imkanlara malik olması xüsusilə qeyd olunub. Bu idman zalında eyni vaxtda 60-a yaxın idmançı məşq edə biləcək.